öncə İslandiya və ardınca Fransa komandası ilə oyunları keçirəcək. Artıq milli komandanın heyəti də açıqlanıb. Yəqin ki, ekrana da heyətlər gələcək. Düşüncələrin necədir, necə qarşıladın, kimlər səncə kənarda qalıb, kimləri görmək istəyərdin? Rüfət Abdullazadə nəhayət komandaya dəvət olundu. Sən Rüfətin dəvət olunmağını necə qiymətləndirsən? Ümumiyyətlə, fayda verə bilərmi milli komandamız? Legioner futbolçudur. Məncə digər yandan Mahir Əmirəli zədələndi. Hücum fazasında ən çox ümid bəslədiyimiz futbolçulardan biri idi. Bəli. Məncə Rüfətin çağırılması çox xoş oldu. Nəyə görə? Birinci ona görə ki, o oynadığı klub Varazdin klubu, Xorvatiya klubudur bilirik və onun o klubdakı nüfuzu üçün, yəni futbolçunun özünü yaxşı hiss eləməsi üçün məhz klub daxilində bəli bizim bu futbolçuya yatırım eləmişik və o deməli yatırımımız düzdür, çünki futbolçu milli komandaya dəvət alır. Yəni Rüfət baxımından bu çox pozitiv bir məqamdır məncə. Yəni futbolçunun belə deyək də özünü yaxşı hiss eləməsi baxımından, daha da səylə çalışması baxımından əlavə motivasiya. Bəli, əlavə motivasiya üçün əladır. Burada məsəl üçün Səlahat Ağayev yenidən milliyə çağırılıb, məncə də yəni çağırılması normaldır. Çünki Qəbələdə daimi olaraq digər yandan da olanımız odur. Hə? Digər yandan da olanımız odur. Yəni də Azərbaycanlı qapıçılar baxımından sırf çıxış eləyən, daimi çıxış eləyən qapıçı məhz Səlahatdir. Şahidin dəsində Şahidin sadəcə cəzalıdır İslandiya oyunda. Və düşünürəm ki, Səlahitin dəvət olunması sırf ona hesablanıb ki, İslandiya oyunda təbii ki, ehtiyatlı da qapıcımız olmalıdır. O nöqteyi nəzərdən. Yəqin ki, Fransa ilə Şahidin... Bəli, tamamilə doğrudur. Məsəl üçün, burada Rüfət Abbasov milliyə çağırılıb ilk dəfə Şamaxıdan. Məncə də, yəni, hətta dünə mən təbrik eləmişəm Rüfəti. Yaxşı perspektivli uşaqdır, yəni cavandır, gəncdir. Milli komanda dəvət alması həm onun üçün, həm də digər gənclər üçün əlavə pozitiv bir göstəricidir. Həqiqətən də, məsəl üçün, burada Nicat Əliyev yoxdur Qəbələdən. Məsəl üçün, indi bilmirəm, Ayxan müəllim yəqin ki... Əslində, Nicatın cinahında da, Nicat, mən də... Sağ cinah və Ayxan müəllimin oynadığı sistemə çox uyğun gəlir. Çünki Nicat Əliyev də 5-li sistemin sağında, yəni bu oyunu artıq 2-3 ildir ki, oynayan bir futbolçudur. Əslində, bizim... Bir dənə oyuncu var, bilmirəm, onu görürsün, yoxsa yox, mən arazda bir oyuncu var idi. Çağırılıb Mustafa. Mustafa Zadə. Mustafa Əhmədzadədir, səhv etmirəmsə. Mən sözün açığı onu... Dəvət alıb, milli komandaya dəvət alıb. Görürəm. Dəvət alıb. O, ötən mövsüm da dəvət alınmışdı Santuşun dönəmində. Sadəcə sonra zədə aldı deyə kənarda qaldı və indi də dəvət alıb. Sağ cinahda əslində müdafiədə bizim problemlərimiz var. Qismətdir. Yəni, qismətli çağırıb Ayxan müəllim. Amma sanki milli üçün məncə tez olar. Tam da hazır kimi görünmür. Əslində, heç Kaxaberdə ondan tam da razı deyil. Əliyev oyunlarda da ciddi xətalar olur. Qarabağla da oyunda bir səhv oldu. Mən də əslində bəyənirəm. Bir cinah futbolçusuna xas olan özəllikləri var. Razıyam səninlə. Amma milli komanda üçün düşünürəm ki, bir qədər tezdir. Mənim diqqətimi çəkən bir məqam başqadır. Amma əslində bizim milli komanda ilə bağlı verilişlərimiz olacaq və orada daha çox müzakirə edəcək. Rüfət Abbasovu qeyd etdin. Bugün Rüfət Abbasovun milli komandaya gələn bir yolu var. Neftçinin yetirməsidir. Əslində Neftçinin əvəzedici komandasında da özünü kifayət qədər yaxşı tərəfdən göstərməyə bacarmışdı. Neftçidə hətta debüt etmişdi, amma yetəri qədər şansı almadı. Şamaxıya gəldi, Ayxan Abbasov ona şans verdi və bugün milli komanda səviyyəsinə qədər yüksələ bilib. Düşünürəm ki, son illər gənclər arasında ən çox inkişafa nail olunan gənc futbolçudur və bayaq biz Rıza ilə bağlı deyildi ki, səhvləri var, gəncdir. Məhz oynamalıdır ki, gənc futbolçular bişsin, yetişsin, inkişaf etsin. Rüfət Abbasov məhz Şamaxıda o aldığı şansın hesabına oyunun üstünə qoya bildi, səviyyəsini artıra bildi. Məsələn, ötən mövsüm ciddi problemləri vardı cinah asmaları ilə bağlı.
bu mövsüm artıq duran topların hamısını demək olar ki, o yerinə yetirir. Və müsahibələrin birində soruşmuşdum, dedi xüsusi məşq edirəm. Ayxan Abbasovun da müəyyən tapşırıqları var və duran toplarda kifayət qədər yaxşı başlamağı bacarır. Elə son oyunda da səhv etmirəmsə, Rüfət Abbasovun qaldırdığı topdan sonra məhz baş zərbəsi ilə komanda qələbə qolunu vurdu. Niyə bura gəldim? Gənc futbolçulara biz şans verməliyik dediyimiz məqamda legioner limiti yenə gözümüzün önünə gəlir və bu Mustafa Əhmədzadəni də çağırıb, sözü unutma. Buyur. Ayxan müəllim. Yəni bu da alqışlanası bir haldır. Naraz Naxçıvandan milliyə dəvət olunub. Sözün açığı mən çox görməmişəm oyunun Mustafa'nın. Ötən mövsümdə çox yaxşı, əslində Barcelonada da olub bu. Barcelonanın akademiyasında olub və oradan İspaniyanın bir neçə aşağı liqa klublarında da çıxış edib qısa müddət 2-3 il. Və ondan yaşı azdır. Ötən mövsüm əslində o necə olub? Yəni əvəzedici komandada təsadüfən görüblər ki, tam seçilir də digər futbolçulardan. Araz Naxçıvan əvəzedici komandası o qədər də güclü deyil, amma oyunlarda seçilirmiş, hətta iddialı rəqiblərin oyunlarda. Və əsas komandaya elə şəxsən Elmar Baxşeyev cəlb edib. Elmar Baxşeyevin də əməyi var o futbolçunun üzərində. Əsas komandaya məhz Elmar Baxşeyev cəlb edib, məşqlərdə iştirak edib və əsas komandada daha çox şans verən də Elmar Baxşeyev olub. Bu mövsüm belə limitin ləğvinə baxmayaraq daha çox yerlilərə şans verən məşqçilərdən biri də Elmar Baxşeyev. Düşünürəm ki, digər məşqçilərimiz də zaman-zaman buna getməlidirlər.